Bu ömür bizə bilək ki, bir dəfə verilib. Bu ömrü boşuna xərcləsək, nə olacaq? O qədər peşman olacaq. O qədər peşman olacaq. Da onda da xeyri olmayacaq. O qədər peşman olacaq ki, Quran-ı Kərimdə bu peşmançılıq haqqında buyurur ki, Allah Teala insan deyəcək ki, kaş torpaq olardım. Kaş insan olmazdım mən. Mən insan olub insanlığın qədrini bilmədim. Allahın şah əsəri olmağın qədrini bilmədim. Allahın yer üzərində canişini, xəlifəsi olmaq ləyaqəti mənə verilmişdi. Amma mən gəldim, şeytanın nökəri oldum. Ona görə də insan böyük peşmançılıq gözləyir insan. Ona görə də diqqətli olmaq lazımdır. Bu dünyaya bir dəfə gəlmişik və bir gün bilmirik o vaxt nə vaxtı, bir gün ömrümüzü tamam edəcəyik. Bir gün bu dünyadan gedəcəyik.